Güzel işte bir çalmadığım. Hı? Bu illəri, yəni 2006-cı ildə biz süpürgə əkmək istədik. Məqsədimiz də oldu ki, biber bir yer götürmüşdük. Da biber əkməyə gördük ki, vəsait çatmayacaq. Dedik ki, bu süpürgə asan başa gələr. Hesablamadım. 30 hektara qədər, 32 hektar qarşı süpürgə əkdik. Süpürgənin düzdür, əvvəlcədən xərci biraz azdır. Amma sonradan isə problemlər yaranır. Ben onları doğru düzgün hesablamamıştım. Ama bu illəri çox şey öyrəndim. Deməli elə bir ki, əkiləndən sonra oradan biçib gətirmək 200 dolara 90 şirvana başa gəlir. 101 milyon manat 90 şirvan. Deməli, deməli 1 milyon manata qədər sağdan girib bura gətirmək. Amma burada hazırlamaq, 1 hektarın süpürgəsini hazırlamaq, söhbət 1 hektardan gedir, hazırlamaq hardasa bağlamağa qədər 400 dollara qədər vəsait çıxır. 1 milyon 500 min burada çıxır. Deməli, 1 hektarını yığıb süpürgə bağlananacan 2 milyon yarıma qədər bu vəsait çıxır. Və bunun başqa özəllikləri var. Deməli, bu da nədir? Yağış dəyəndə bu tez qaralır və sıradan çıxır. Onların hamısını nəzərə almaq lazımdır. Onun üçün deməli süpürgəni əkəndən sonra tez bir zamanda onu suvarmaq lazımdır. Əkən kimi. Yəni cücətli tez versin. Biz bu illəri əkəndə deməli həmin səhifə yol verdik. Əkdik, dedik ki mart ayında əkini apardıq. Biz dedik ki şey olacaq da bu yağış olacaq, cücətli verəcək. O 2 ay çəkdi, yağış olmadı, 2 ay deməli cücətli vermədi. Bu da sonradan deməli sentyabrın